Salam hər kəsə, mən Fərid. Bu gün sizə OSI modeli və TSP-IP modeli haqqında danışacağam. OSI modelinin təbəqələri və hər bir təbəqədə olan, layer'də olan protokollar haqqında sizə məlumat verəcəm. OSI modelinin nə olduğu haqqında əvvəlcə məlumat verim sizlərə. OSI modeli əsasən iki fərqli tərtibatçıya aid olan kompüterlər əlaqələndirmək üçün istifadə olunan protokollar toplusudur. Bu protokollar qaydalar vasitəsilə bu iki kompüter fərqli tərtibatçıya aid olan kompüterlər bir-birinə əlaqə qura bilir. Məsələn, bu Windows olsun, bu da ki Linux olsun. Normal qaydada OSI modeli olmadan bunlar bir-biri arasında əlaqə qura bilməyəcək, amma OSI modelinin müxtəlif təbəqələri vasitəsilə bir-birləri arasında əlaqə yarada bilirlər. Bu belə. İndi isə başlayaq OSI modelinin təbəqələri haqqında danışmağa. Əvvəlcə fiziki təbəqə haqqında danışacağam. İlk fiziki təbəqəsində bizim ötürdüyümüz məlumatların necə ötürüldüyü haqqında bu təbəqə bizə məlumat verir. Məsələn, məlumatların 0-1 şəklində elektrik və yaxud işıq siqnalları vasitəsilə ötürülməsi bu təbəqədə yerləşdirilir. Həmçinin burada kabellər vasitəsilə, burada kabelsiz ötürmə mövcuddur Wi-Fi vasitəsilə. Həmçinin burada repeaterlər və hublar var. Repeaterlər məlumatın zəiflənmiş versiyasını gücləndirmək üçün istifadə olunur. Uzaq məsafələrdə istifadə olunur. Hublar isə bizim lokal şəbəkələrdə istifadə edilmiş sadə bir qurğudur. Deməli, koaksial kabellərin indi istifadə olması da əsasən televiziya şəbəkələrinə istifadə olunur. Ethernet kabellər bizim normal gündəlik həyatımızda işlədiyimiz kabellər, həmçinin fiberlər. Bu Wi-Fi da həmçinin bizim mobil cihazlarımızın və yaxud network interface kartları yalnızca wireless üçün dəstəkləyən cihazlarda istifadə olunur. Fiziki mərhələ üçün bu qədər olacaq. Növbəti mərhələ data link mərhələsi olsun. Bu data link mərhələsində bizim cihazlarımızın hər birinin xüsusi network interface kartı olur və bu network interface kartları vasitəsilə bu cihazlara bənzərsiz MAC adreslər verirlər. MAC adreslər necə olur? Bir nümunəvi bir MAC adresi yazaq belə. MAC adresimiz belə 4 hissədən ibarət olur və hər hissədə 4 müxtəlif simvoldan ibarətdir. Bunun vasitəsilə bizim cihazlarımızın xüsusi kimliyi olur. Burada indi MAC adreslərinin sonluğunun qısaldılmış versiyası mövcuddur. Data link mərhələsində bizim fiziki təbəqədən gələn məlumatlarımız digər təbəqələrə ötürülür. Həmçinin qəbul edən cihaz bu təbəqələrdən gələn məlumatlar data link hissəsində fiziki mərhələyə ötürülür. Bu network interface kartları vasitəsilə. Bu network təbəqəyə, bu həmçinin data link mərhələsinə bizim switchlərimiz də aiddir. Switchlərimiz də bu MAC adreslərlə işlədiyi üçün bu data link mərhələsinin bir parçasıdır. İndi isə digərinə network hissəsinə keçək. Networkdə bizim paketimiz bir şəbəkədən digərinə ötürülməsi üçün network təbəqəsindən istifadə edir. Məsələn, indi bizim soldakı kompüterimizin IP adresi var, həmçinin digər kompüterim var. Bu cihaz indi məlumat paketi göndərmək istəyir. Datası var, IP adresi var və həmçinin MAC adresi var paketin daxilində. Bu paket routerə gəlir. Bizim routerimiz baxır. Bu MAC adresinə malik olan cihaz bunun tərkibində olmadığından, bunun şəbəkəsində olmadığından digər routerə ötürür bu paketi. Bu routerdə baxacaq indi. Deməli, belə qoyaq. Bu routerdə ona gələn paketin tərkibində baxacaq B2 Əgər B2 olan kompüter sonun MAC adresi B2 ilə qutaran kompüter bunun tərkibindədirsə, məlumat birbaşa ötürüləcək və həmçinin geri reply da ARP protokolu vasitəsilə verəcək ki, əsas məlumatları ötürməyə davam elə. Mən artıq paketi qəbul eləmişəm. Bu protokollar haqqında da daha sonra danışacaq. Deməli, nə oldu? Network təbəqəsində IP və ARP protokolları istifadə olundu. ARP protokolu qarşı tərəfin MAC adresini öyrənilməsi üçün istifadə olundu. Növbəti transport mərhələsinə keçək. Bu transport mərhələsində bizdə əsas nə olacaq? Məlumatların bir yerdən digərinə ötürülməsi, ancaq necə göstərim onda. Məsələn, bu bizim şəbəkəmiz olsun. Şəbəkə vasitəsilə müxtəlif
proqramlar üçün müxtəlif məlumatlar gəlir və hər bir proqramın port nömrəsi olur fərqli-fərqlilikdə. Məsələn, Spotify 64 862, Discord 25 551, Firefox 80. Bu paketlərə ardıcıl gələrsən, hər bir paketin tərkibində hansı porta gedəcəyi özündə göstərilir. Və bu kompüterdə bu portları ayıraraq, filtrləyərək hər bir proqrama göndərir. Bu da tək bir kanal üzərindən müxtəlif cür istifadə olması əlverişli hala gətirir. Daha sonra bizdə belə bir şey olsun. Belə yaxınlaşdıraq. Bir kompüterimiz hər hansısa bir saytla, məsələn, YouTube saytı ilə məlumat transfer etməyə başlasın. Bunun üçün o öz mənbəsini qeyd edəcək. Mənbəsinin yanında xüsusi bir random verilmiş port nömrəsi olacaq və həmçinin hədəf IP adresi, hədəf IP adresinin həmçinin portu olacaq. Bu göndərilmiş paket hədəf IP adresinə çatdı. Hədəf IP adresi bu məlumat gəldiyi source IP adresinə baxdı, portuna baxdı və həmin məlumatı eyni port və eyni IP üzərindən geri ötürdü. Bu göndərilən port hər zaman fərqli olur. Məsələn, yeni bir səhifə açsaq, indi göstərim onda. Deyək ki, 3 ədəd səhifəmiz olsun və hər üçündə YouTube səhifəsi açılıb. Hər bir səhifə üçün müxtəlif port adresi olacaq. Məsələn, birinci səhifə üçün 1515, ikinciyə 2525, üçüncüyə 3535. Amma ki, göndərilən port və IP adresi həmişə eyni olacaq. Eyni porta və eyni IP adresini göndəriləcək. Bu random şəkildə verilmiş IP adreslərindən başqa müəyyən xidmətə görə ayrılmış portlarımız da var. Onları göstərim. Məsələn, müxtəlif protokollarımız bunlar HTTP, HTTPS, FTP, SSH, Telnet və SMTP. Bu protokollar üçün bu yazılmış, göndərilmiş paketin IP adresinin sonunda, məsələn, bunu da göstərək. Sonundakı port fərqli olur. Məsələn, HTTP-də 80, HTTPS-də 493, 443 və belə fərqlidir. Hər bir haqqında danışacaq. Növbəti olaraq TCP haqqında danışacaq. Bunları təmizləyək bir dəqiqə. TCP protokolu nədir? TCP protokolu bizim klient kompüterimizlə server arasında məlumatın təsdiqlənməsidir, belə deyək. Bunu beləsində izah edək indi şəkil üzərində. Biz bir paket göndərmək istəyirik. Məsələn, YouTube serverinə göndərmək istəyirik. Əvvəlcə SYN, yəni bu sinkronizasiya sözünün qısaltmasıdır. Sinkronizasiya paketi göndərilir. Bu hamısı TCP protokolu daxilindədir. Göndərilir paket serverə və serverdən geri Synchronization Acknowledgement paketi geri klientə ötürülür ki, bu sinkronizasiyanı qəbul edim və mən də paket qəbul etməyə hazıram. Və klient də Acknowledgement ASK paketini geri serverə ötürür ki, biz data transmissiyasına başlayaq, data ötürülməsinə. Daha sonra TCP-dən başqa UDP protokolu var. UDP-də necə olur? Belə bir şəkil üzərində göstərək. Məsələn, burada türk bir mənbədən götürmüşəm şəkili. TCP protokolunda əvvəlcə bu paketin göndərilməyinə uyğun olduğunu soruşur serverdən və serverdə buna təsdiq mesaj göndərir, Synchronization Acknowledgement və bu da bu təsdiq paketini qəbul etdikdən sonra məlumat ötürülməsinə başlayırlar. Amma UDP-də heç bir təsdiqlənmə yoxdur. Birbaşa paketi ötürür və geri cavab gözləmir. Bu necə olur? Məsələn, TCP-yə baxaq. TCP-yə deyək ki, YouTube videosuna baxırıq və müəyyən hissəsində dondu. Orada dayanacaq, paketin gəlməsini gözləyəcək, sonra davam edəcək, həmin hissənin yüklənməsini gözləyəcək. Amma ki, UDP-də necə olur? Sən deyək, canlı telefon danışıq dərslərdir. Canlı telefon danışıqlardır. Burada biz danışan zaman deyək ki, bu bizim danışıq zamanımız olsun, danışıq xəttimiz olsun. T deyək, zaman olsun. Müəyyən bir zaman ərzində biz danışırıq, səs siqnalı ötürürük və internet əlaqəmiz kəsilir burada.
deyək ki, burada kəsildi. Sən deyək 1, 2, 3-cü saniyədə kəsildi. Gəldi 5-ci saniyədə qayıtdı. 5-ci saniyədə qayıtdı, səs ötürülməsindən başladı. Bu arada olan bizdə səs ötürülməsi, səs deyək paketlər göndərilmir. Məsələn, biz normal danışanda da dondu zəngimiz, əvvəlki yerlər geri oxudulmur. Birbaşa olan yerdən davam edir. Bu həmçinin harda olur? Məsələn, canlı yayımlarda, telefon zənglərində bu UDP paketlərindən istifadə olunur. Bu transport mərhələsi üçün bu qədər. Sessiya mərhələsinə keçək. Burada sessiya mərhələsini birbaşa necə ediblər? Birbaşa TCP/IP modelinə uyğun olaraq 3 mərhələni TCP deməli sessiya, presentation və application mərhələsini biz birbaşa tək olaraq application hissəsində TCP/IP modelində istifadə edirik. Onda bunları birləşdirək, tək bir model üzərində danışaq. Deməli, biz məlumatı göndərərkən əvvəlcə encapsulation olur. Encapsulation nədir? Hər bir mərhələdə paketi müəyyən məlumatlar əlavə edirlər paketə. Məsələn, transportda TCP və yaxud UDP protokoluna aid olduğu göstəriləcək. Burada göstərək beləsinə. Məsələn, bu bizim OSI modelimiz. OSI modelində dataya bizim transportda UDP protokolu əlavə olundu. Daha sonra network keçəndə bizim nə olacaq? IP adresimiz bu paketə əlavə olunacaq. IP adresindən sonra bizim deməli MAC adresimiz, bir də belə göstərək. Nə oldu? Transportda UDP protokolu, networkdə IP protokolu bu paketə əlavə olundu. Daha sonra data link mərhələsində MAC adresimiz əlavə olundu paketə. Bu paketlər həmçinin frame adlanır. Göndərilən paketlər framelərə bölünür və eləcə bölünür, göndərilir. Deməli, data linkə MAC adresi əlavə olundu. Son mərhələ, fiziki mərhələdə isə bu bizim göndərdiyimiz paket fiziki koda, məsələn, burada elektrik və işıq siqnallarını çevrilərək ötürülməyə başlayacaq. Və bu capsulation oldu. Decapsulation necə olacaq? Məsələn, bizim alıcımız bu məlumatı götürdü fiziki mərhələdən. Bunu çevirəcək, kompüterin başa düşəcək bir dilə, data linkə. Məsələn, nə olacaq burada? Bizim məlumatımızın əsası MAC adresimiz olacaq paketdə, IP adres, UDP və data. Daha sonra nə olacaq? Bu MAC adresə görə ayıracaq məlumatı. Qalacaq IP, UDP və datamız. Bundan sonra deməli o şəkil haradaydı? Burada isə deməli networkdən IP adresini götürəndən sonra transportda bizim protokolumuz seçilir. Daha sonra seçilmiş protokol, daha doğrusu seçilmiş protokol burada yerinə yetirilir. Məsələn, UDP-dir. Məlumatlar geri cavab verilməyəcək, birbaşa qəbul ediləcək. UDP data gəldi bura. Data isə burada gələcək birbaşa bu 3 hissəyə, 3 təbəqəyə. Bunların qısa bəs eləsək, sessiya mərhələsində sessiyada əlaqə qurulur digər cihazla. Presentation'da məlumat təqdim edilir. Application'da da bizim istifadə elədiyimiz proqramlar, məsələn, web browserlər, mail proqramları bunlara aiddir. Bunlar datadan istifadə edir. OSI modelindən qısa olaraq bu qədər. Ümidvaram lazımı qədər informasiya vermişəm sizlərə. Bugünlük bu qədər. Növbəti videoda görüşərik.